Operator dalınca Əhməd evdə yoxdur, pul dalınca gedib. Qonşunun qapısını döyür, qapı açılır. İçəridə bir nəfər qadın, üzündən başqa nə var, nə lazımdır. Əhməd qayıdıb deyir ki, bilirsiniz, mənə $100 pul lazımdır. Xahiş edirəm, əgər varsa sabaha cəməyə çatdırın da. Cavabında Əhməd nə eşitsə yaxşıdır. Heç ara buradan çıxmayacaqsınız, $100 da var, onu ikimiz aramızda bölüşdürməliyik. Oh, qaş eləyir, gedir, görür bu gizdir, çıxır bayrağı. Gedir dollar satılan yerə. Dollar satılan yerdə də cəmaat bir-birinə qarşı heç nə tapa bilmir, heç kimi tapır. Heç kəs tapılmır, deməli cəmaat harasa qeyb olub. Qudam Əhməd ağaclıqların arası ilə parkı gəzərkən götür, ağacdan bir nəfəri asıblar. Bu asılan da kim olsa yaxşıdır, Əhmədin borc almaq istədiyi, $100 borc almaq istədiyi qonşusu. Aha, Əhməd də gördü ki, onu asıblar, qaldı nə ağac, nə elədi? Ne eləməlidir qardaş? Pul olmayan adam asılmalıdır da. Bu fikir onun ağlına da gəldi. Lakin bunu kim asa bilər? Əhməd özü. Əhməd özü, deməli, bu işdə günahlandıra bilərsiniz. Bəli. Bu keçdi onun ağlından. O fikirləşdi ki, qayıdım bir də bu ağanın evinə, onun xanımaq evdəydi. Dedi, qayıdım onun evinə, əlinə fikirlə bir tapanca var. Aha! Tapanca! Əlin atdı cibinə, gördü cibində bir tapanca var. Bu hardan ola bilər? Axı onun heç bir vaxt silahı olmayıb. Görəsən bunu onun cibinə kim qoyub? Onun dostu qoyub ki, oğramasınlar $100. Dostu qoyub, görəsən $100 olur. Görəsən o Əhməd kimdir və o Əhməd indi hardadır? O Əhməd hardadır? Hardadır Əhməd? Hardadır? Mikrorayonda. Hansında? 9-cu. 9-cu mikrorayonda Əhməd su gəlməyən bir mikrorayonda görəsən necə yaşamaq olar? Ne edirdi o 9-cu mikrorayonda? O lifti düzəltməklə məşğul ki, yuxarı qalxa bilsin. Lifti düzəlməklə məşğul ki, yuxarı qalxa bilsin. Çünki ötən yay lift işləmədiyindən Əhməd gecə qaranlıqda liftə qalmışdı. Az qalmışdı ürəyi partlasın. Bu zaman birdən o biri qonşunun evindən bərk qadın səsi eşidirdi. Qadın hara eləyirdi. Qadın hara eləyirdi, qadın hara eləyirdi. Amandır, məni kömək eləyin. Bu ərim məni öldürüb, axırıncı $100'ımı almaq istəyir. Qadın hara eləyirdi, ərim məni öldürür, axırıncı $100'ımı almaq istəyir. Elə bu dəmdə polis içəri girdi. Elə bu dəmdə polis içəri girdi. Ələm yuxarı! Günahkarı axtarmaq lazım idi, amma günahkarı tapa bilmədilər orada. Günahkarı axtarmaq lazım idi, günahkarı heç cür tapmamışdı. Görəsən hara qaçıb gizlənib, hara qaçıb gizlənib. Axtarırlar. Son mərtəbədə olduqları üçün. Çardaqdan tapırlar. Axtarırlar son mərtəbədə olduğu üçün. Çardaqdan tapırlar Əhmədi. Sən demə Əhmədi dərin yuxu aparılmış, o ayılıb, görüb ki, televizor işləyir. Gecədən başlayan çox seriyalı film hələ də devam edir. Beləliklə Əhməd səhəri diri gözlə açdı. Fikirləşdi ki, mən borcu kimlər alacağım? Əhməd liftin düyməsini basır. Aha. Yoxan düşürdü liftin misin? Yox, blokasın, artıq blokasın. Düyməsini basır, çoxdan zəhləsi getdiyi bir qadınla bir yerdə düşür, liftin işığı sönür. Qalın liftə. İşıq sönür. 5-10 dəqiqə bir cəmaatı çağırandan sonra qışqır bağır. Köməyə gəlin, qapını döyür, sındırır, köməyə çağırır. Birinci mərtəbədə ayaq səsləri eşidir. Demək kim ola bilər? Demə bu qadının əri bəlkə gəlir. Fikirlər boğur Əhmədi. Məni görsə ki, liftə qalmışam arvadı ilə bir yerdə. Nə eləyər? Nə fikirləşər? Elə bu zaman Əhmədin evinin qapısı döyülür. Bir nəfər qışqırır ki, mən polis serjantıyam. Əhməd hardadır? Qarababam. Əhməd hardadır? Əhməd buradadır, Əhməd özəl. Çır, qapını açan kimi o cüssəli oğlan qeydi ki, Məmməd, sənsən, məlum olur ki, bayaqdan Əhməd bildiyimiz Məmmədmiş. Bəli, dedektiv süjetimizdə müəyyən dolaşıqlıq düyündən əmələ gəlir. Sən demə, Əhməd dediyimi. Məmmədmiş. Bu anda da Məmmədi həmin liftə qaldığı arvad boğmağa başlayır. Boğur ki, mənim pulumu ver. Pulumu ver. Pulumu ver.
Sonra? Ne üçünsə Arvad Məhəmmədi boğmağa başlayır. Aha, Məhəmməd sonra də bırakır. fikirləşir ki, yox, mən bunun əlindən necə qutarım? Bu momentdə birinci filmin sonu. Eşitdiniz, her çalın. Çox sağ olun, çox sağ olun əziz dostlar, çox sağ olun. Mən sizin hamımızın fəallığı yoxladım. Hamımız çox gözəl çıxış elədiniz. Mənə belə gəlir ki, qorxmaz, bu dəqiqə dedektiv süjeti qiymətləndirməyin vaxtı gəlib çatır. Mən onu deyim ki, əvvəla əsl dedektiv çox seriyalı film aldı. Nə əvvəli bilindi, nə axırı bilindi. Məhz dedektiv janrına ən uyğun keçidi yadınızda salıram. Bir yoldaş dedi, indi siz biləcəksiniz. O söylədi ki, elə bu dəm bilindi ki, Əhməd deyilər, elə Məmməd Əli özüymüş. İlham Əhmədov! İlham Əhmədov! Abi ya, buyur səhniyə. Təbrik. Mən sənə söz verirəm, yaxın bir gələcəkdə film başlasam, səni çəkəcəyəm dedektiv janrında. Bizim köməkçi xanımımız xahiş edirəm səhnəyə buyursun. Bax, qardaşımız, gözəl sənətkarımız İlham bəy. Bu iki zərfin içində iki gözəl hədiyyənin adı yazılır. Bəxtivə hərrəndir, dolandır, hansını çəksən, aç içindən çıxar, elan elə. Yumurta pişirər.